Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu Məmmədli qəsəbəsi ərazisində aşkar edilmiş metan qazı ilə əlaqədar yaranmış vəziyyətə dair məlumat yayıb. Fövqəladə Hallar Nazirliyindən APAya verilən məlumata görə Abşeron rayonu Məmmədli qəsəbəsi Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində Yanardağ Dövlət Tarixi Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində qaz sızması müşahidə olunub. Qeyd olunub ki, bu barədə məlumat daxil olduqdan dərhal sonra ilkin olaraq Fövqəladə Hallar Nazirliyi, Azərqaz İstehsalat Birliyi və Abşeron rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib edilib. Müayinə zamanı sözgedən ünvanda yerləşən fərdi yaşayış evlərinin bir nömrəsinə yaxın olan hissələrdə, həyətyanı sahələrində və ya yaşayış olmayan boş ərazilərdə yer səthində şulf üsulu ilə dərinliklər açılaraq cihazlarla ölçmə işləri aparılmış və metan qazı aşkar edilib. Bu səbəbdən mümkün partlayış yanğın hadisələrinin qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərqaz İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılıb. Aparılmış müayinələr zamanı aşkar edilmiş nəticələrin partlayış yanğın təhlükəli olduğu nəzərə alınaraq əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə kompleks araşdırmanın aparılması və zəruri tədbirin görülməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil Nazirliklərinin, SOCAR və Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb. İşçi qrup tərəfindən aşkar olunan qazın mənbəyinin və tərkibinin müəyyən edilməsi, zəruri tədbirlərin görülməsi məqsədi ilə hazırda ərazidə kompleks işlər həyata keçirilir. Qısa müddətdə araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək. Bildirilib ki, məsələ nəzarətdə saxlanılmaqla gedişatı barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.